Salam əziz müəllimlər, mən Murad müəllim. Bugün yenə sizlərlə birlikdəyik. Sizinlə bugün bir sualın izahına baxacağıq. Deməli, keçək sualımıza. İkinci sualda bizə deyir ki, aşağıdakı qrafikdə bir gün ərzində bitkilərdə baş verən bəzi proseslər göstərilmişdir. Gördüyümüz kimi qrafik üzərindən çizgilər verilib, X, Y və Z olaraq və bu qrafikə əsasən X, Y və Z prosesləri üçün yanlış ifadəni müəyyənləşdirin deyə bir tələb qoyubdur. Deməli, qrafikin sol hissəsi sürəti, aşağı hissəsi isə bizə zamanı bildirir. Və bu şəkildə biz qrafikə baxdığımız zaman baxırıq ki, X ilə işarə olunan çizgi. Baxın, görürsünüz, zaman olaraq və surət olaraq baxdığımızda bunun ikisinin kəsişməsi, yəni sıfır nöqtəsi, bura olacaq bizim sıfır nöqtəmiz. Və bu sıfır nöqtəsindən başlanğıc götürübdür, gördüyümüz kimi. Əgər bir şey sıfır nöqtəsindən başlanğıc götürübsə, deməli onun ümumilikdə bu orqanizmada dayandığı vaxtda olur. Deməli, bitkidə dayana biləcək proses nə ola bilər? Məsəl üçün, qaranlıq olar, qaranlıqda qalar bitki, fotosintez prosesini dayandırmış olar, işıq olmaması səbəbindən. Və sonradan işıq yaranar və işıqla birgə fotosintez prosesi yüksək həddə çatar və yenidən qaranlıq olması səbəbi ilə də yenə də sıfıra düşmüş ola bilər. Demək ki, mən bu X-ə nə kimi baxa bilərəm? Fotosintez prosesi kimi baxa bilərəm. Digəri nədir? Y. Y-də yenə də baxıram ki, artıb azalma baş verir. Amma nədir? Surət yəni sıfırdan başlamır. Müəyyən bir nöqtədən başlayır. 1, 2 və yaxud da nə bilim, hər nəysə. Hər hansı bir, belə deyək də, qiymətdən başlanğıc götürür. Buradan başlanğıc götürüb və yüksəlib və yenidən neyniyib? Stabil olaraq gedibdir. Deməli, bu bitkidə olacaq bizim belə deyək, qrafik üzərindən təxminimiz üzrə olacaq suyun buxarlanması prosesi. Çünki suyun buxarlanması prosesi sakit havada, normal nəmişlik olan havada stabil gedər. Sonra külək əsər və yaxud da hansısa bir səbəbdən buxarlanma artar, yenidən neyniyər? Sabitləşə bilər. Bu şəkildə yəni gedə bilər. Üçüncü qrafik isə görürük ki, nədir? Stabildir. Bu heç vaxt, heç bir zaman dəyişməyibdir. Bunu da mən götürə bilərəm tənəffüs kimi. Yəni, bitki tənəffüs edir, standart heç bir amildən, heç bir şeydən asılı olmadan stabil şəkildə tənəffüsünü davam etdirəcək və öz canlılığını qoruyacaqdır. Baxıram, mənə yanlış olan ifadəni seç deyir. X deyir, prosesi zamanı karbon qazı istifadə olunur. X-ə mən nə demişdim? X demişdim ki, nədir? Fotosintez olur. Fotosintez prosesi, yəni sıfırdan başlandığına görə mən bunu təxmin etdim ki, bu fotosintez ola bilər. Yəni bitkidə baş verən bu proseslərdən fotosintez qaranlıq bir mühitdə sıfır, belə deyək, səviyyəsinə düşə bilər. Deməli, X prosesi zamanı karbon qazı istifadə olunur. Bu doğru fikir olduğuna görə bunu götürməyəcəyik, çünki yanlış istəyir bizdən. B. B-də deyir, havanın küləkli olması Y prosesinin sürətinə təsir göstərməz. Y prosesini mən suyun buxarlanması kimi qəbul etdim. Küləkli havada suyun buxarlanması artar. Az öncə də yəni bildirmişdim. Bu olacaq bizim yanlış variantımız. Daha sonra digərlərinə baxsaq, Z prosesi zamanı karbon qazı istehsal olunur. Bəli, tənəffüs zamanı oksigen qəbul edilir, karbon qazı xaric edilir. Bu da doğru olmuş olur. D-də bizə deyir, Z prosesi zamanı üzvü maddələrin parçalanmasında enerji əldə olunacaqdır. Bəli, tənəffüs prosesi zamanı üzvü maddə parçalanar və nəticədə enerji əldə olunar. Y-də deyir, X bitkilərin yalnız yaşıl hissələrində baş verir. X nə idi? Fotosintez olduğuna görə elə həqiqətən də yaşıl olan hissələrində baş vermiş olacaqdır.
Və beləliklə bizim e, yanlış cavabımız, yəni seçməli olduğumuz variant B variantı olacaqdır. Belə əziz müəllimlər, sualımız bundan ibarət idi. Ümid edirəm ki, sizlər üçün anlaşıqlı oldu, yararlı oldu. Dinlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun, salamat qalın.